Ermənistan və Gürcüstan arasında dövlət sərhədinin demarkasiyası prosesinin başa çatdırılması ilə bağlı razılıq əldə olunub. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Paşinyanın sözlərinə görə, tərəflər sərhəd məsələsinin yekunlaşdırılması ilə bağlı artıq ortaq mövqeyə gəliblər. Nikol Paşinyan hələ 2024-cü ilin yanvar ayında Tbilisi şəhərinə səfəri zamanı bəyan etmişdi ki, Gürcüstan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunub. Həmin ilin mart ayında məlum olmuşdu ki, Ermənistan sərhədin demarkasiyası çərçivəsində Gürcüstana iki ölkə sərhədində, Ermənistanın Lori vilayətinin Alaverdi rayonunda yerləşən Cilizə kəndini qaytarmağı planlaşdırır. Qeyd edək ki, Ermənistan-Gürcüstan dövlət sərhədinin ümumi uzunluğu 224 kilometrdir.